İnşallah bundan da gözəli sizə qismət olar dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Şualandayam dəyərli izləyicilər. Şualan dəniz yolunda, Maqnonsan üzü dənizə düşəndə əsas yoldan 50 metr məsafədə. Belə bir gözəl bağ evi çıxıb satışa mən də gəldim, çəkim sizə təqdim edim. Ümid edirəm baxarsınız, bəyənərsiniz və fikir bildirərsiniz. Bu arada dostlar, paylaşım etməyi unutmayın və fikir bildirməyi də qəti olaraq unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Suyu, qazı işığı daimidir, sənədləri qaydasındadır, ipotekaya yararlı bir evdir. Qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa istənilən vaxtı 050 755 95 97 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Deməli dostlar, vuruladım. Yolu qapıya kimi asfaltdır, ipotekaya yararlıdır. 4 sot torpaq sahəsində 250 kvadratlıq bir evdir. Evin qiymətini də əvvəlcədən sizə deyim. 450 min manat real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. İndi isə qısa məlumatlara başlayaq. Bura girişdir, jalüz darvaza, yanında əl qapısı. Girişdən sol tərəfdə belə bir dekor yığılıb dostlar və girişdən evin görünüşü. Maşallah olsun, həqiqətən də çox möhtəşəm görünüşü var. Tikinti zamanında yüksək keyfiyyətli materiallardan istifadə olunub. İnşallah gələndə görərsiniz ki, sözümüzdə yalan yoxdur. Girişdən sol tərəfdə yay-qış mətbəxidir, dəyərli izləyicilər. Mətbəx mebeli yığılıb. Siz bilirsiniz ki, mən təşəbbür kimi çıxmasın. Hər evi təqdimat etmirəm. Keyfiyyətini tam arxain olduğum evlərin təqdimatını edirəm dostlar. Bura böyük bir hovuzu, filtrli hovuzu. Girişdən sağ tərəfdə yaşıllıq zolağı var və dekorativ ağacları var. Yəni balaca da olsa, amma çox gözəl və səliqəlidir. Evin sağından solundan hava işləməsinin yetərincə yeri var. Evin arxasında sanitar qovşaq, kombi otağı var. Onu təqdim edib vaxtınızı almayacağım dostlar. Yine buradan terasa çıxacağım və bir dənə qısa olaraq həyətlə tanış olaq. Bu həyətin görünüşü. İndi isə evlə tanış olaq. Əlavə sualınız olsa da istənilən vaxtı vurğuladım, əlaqə saxlayın. Mən sizə daha çox məlumat verim. Evə daxil olduq. Geniş holdu. Göründüyü kimi görürsünüz. Ümumi olaraq birinci mərtəbə termogranit dostlar. Bu arada bütün olaraq birinci, ikinci mərtəbə issi poldur. Deməli dostlar, bura hol hissəsidir. Holda qarjrov. Girişdən sağ tərəfdə mətbəx yığılıb. Mətbəxdə daha doğrusu və mətbəx mebeldə yığılıb. Mətbəx də yetərincə genişdir. Böyük vitraj pəncərələr həyətə açılır. Hündür tavanlıdır, rəng seçimləri əladır həqiqətən. Girişdən sol tərəfdə isə qonaq otağı yerləşir. Qonaq otağı da işıqlıdır və genişdir. Çünki iki tərəfə pəncərəsi var. Həm evin arxasına, həm də qarşısına. Burada TV-sent falan dekor yığılıb. Və gəlin, mən buradan, yəni qonaq otağından terası sizə təqdim edeyim. Bura teras görürsünüz. Yetərincə də böyükdür teras. Maraqlı bir proyekti var. İstipolun kollektorları falan gördüğünüz kimi terasdan yığılıb. Sonra bura evin birinci mərtəbənin daha doğrusu əsas hamam otağıdır, sanitar qovşaqla bir yerdə. Yəni həqiqətən elə bağ var ki, onu tərifləməyə ehtiyac olmur. Bağ öz-özünü təqdim edir. Bax, bu həmən o bağlardandır. Ekonom, səliqəli, kompakt, hər şey yerində. Burada pilləkən qəfəsidir, altın, şkaf falan, məsələn, saxlanız yeri kimi istifadə etmək olar. Pilləkən mərmərdir. Pirilla, şüşə pirilladır gördüyünüz kimi. Maraqlı bir sırasılı. Burası ikinci mərtəbənin holudur. İkinci mərtəbənin holudur. Hol yetərincə evə görə genişdir dostlar. Böyük pəncərəsi var. Sağ, sol, hamısı böyük bağ evi villaları. Bu ərazidə 4 fəsil yaşamaq da olar. Bağ evi kimi istifadə etmək də olar. Evin əsas hamam otağı ikinci mərtəbənin daha doğrusu. Əsas hamam otağı da gördüyünüz kimi. Ümumilikdə 3 yataq otağı var dostlar. Bura birinci yataq otağıdır. Həqiqi ki, uşaq yataq otağı kimi nəzərdə tutulub, o birisilərə nisbətən balacadır. İkinci yataq otağı
Bu yataq otağın özünün balkonu var. Daha da sonra bu da sonuncu və üçüncü yataq otağı. Bu yataq otağının daxilində özünün hamam otağı sanitar qovşaqla bir yerdə görüldüyü kimi burada gizli bir qardırobu var. Bura qardırobu və buradakı böyük bir terası. Yəni yataq otağından çıxış terasadır. Deməli dostlar, şu alanda elit məhəllələrin birində 4 torpaq sahəsində 350 kvadrat 4 otaq super təmirli 2 mərtəbəli ev 450 manata satışa təklif olunur. Diqqətiniz üçün təşəkkür edirəm, bizi izləməkdə qalın.